Salam yoldaşlar. Bugünkü mövzumuz 2 ədədin əbu və əçobunun hasili. Diqqətlə qulaq asaq. Uşaqlar, əbu və əçobunun hasilini hansı formada təyin edirik? Yazaq. Yadımızda bir dənə qayda saxlayaq. Əbu abi vurulsun əçob abi bərabərdir A vurulsun B formasında təyin edilir. Yəni, bu ədədlərin hasilinə bərabərdir. Bax, daxilində eyni ədədlərdir. AB, AB. Məsələn, bir dənə sual üzərindən izah edeyim. Əbob 5, 6. Bir də ucu mən əbu və əçobu hesablamıram burada. Sıraz düsturdan istifadə edirəm. Əçob 5, 6. Bərabərdir nəyə? 5 vurulsun 6-ya. O da bərabərdir neçə edir? 30. Uşaqlar qurtardı. A vurulsun B-yə. Əbu abi vurulsun əçob abi bərabərdir A vurulsun B formasında təyin edəcək. Və uşaqlar, burada belə bir şey deyilir ki, ədədlər əgər qarşılıqlı sadə ədədlərdirsə, əçob A vurulsun B-yə bərabərdir. Bəli, doğrudur. Uşaqlar, qarşılıqlı sadə ədədlər nəyə demişdik? Heç bir ortaq böləni olmayan ədədlər, düzdürmü? Yəni, ortaq heç nə yoxdur. Deyirəm ki, A və B qarşılıqlı sadədirsə, ortaq heç nə yoxdursa, əçobun tapılma qaydası necə idi? Sadə vurğularını ayırırdınız, birini götürürdünüz, digərinin içinə baxırdınız. Nə yoxdursa, digərini də ona vururdunuz. Uşaqlar, birini götürdüm. A-nın içini tam götürdüm. Uşaqlar, bu qarşılıqlı sadədirsə, deməli, heç bir ortağı yoxdur. Tam bir-birindən ayrıdır. Yəni, B-nin bütün vurğularını yazsam deyə bilərəm. Yəni, B-nin özünü yazsam, düzdürmü? Yəni, bu ədədlər qarşılıqlı sadədirlərsə, bunların əçobu onların hasilinə bərabərdir. Qarşılıqlı sadə edilən əbular nəyə bərabərdir? 1-ə bərabərdir. Uşaqlar, keçən səfər biz sizinlə demişdik. Çünki ortaq bir böləni yoxdur. Sadəcə 1-ə bölünür işçidən. Bu formada təyin edirik. Gəlin, bir iki dənə sual üzərindən izahını vereyim. Misalların həllinə baxaq. Bizə nə deyir? Deyir ki, 8-ci sualda, bax, A variantında əçob 35-15, vurulsun əbob 35-15. Yazıram, 35 vur 15. 6-da hesablayıb qiymətini təyin edəcəm. Qurtardım. 9-cu sual. Ədədlər qarşılıqlı sadə ədədlər olduğunu əsaslandırın və onların əçobunu tapın. Uşaqlar, 13-14 necə ədəddir? Ardıcıl. Ardıcıl ədədlərin əçobu nəyə bərabərdir? Əçobu onların hasilinə 13 vurulsun 14-ə. Əbobu nəyə bərabərdir? 1-ə. Niyə ardıcıl ədədlərin əçobu, niyə ardıcıl ədədlər qarşılıqlı sadədir? Çünki ardıcıldırsa, bunlar bir vahid artıb. Yəni, 2 vahid 2 vahid heç olmasa artmalıdır ki, bu 2-yə bölünsün. 3 vahid 3 vahid artmalıdır ki, 3-ə bölünsün. Bunlar ardıcıldırsa, deməli, bunlar necə ədədlərdir? Avtomatik qarşılıqlı sadə. Növbəti 10-cu sual. Məhsulu tapın. 10-cu sualda bizə nə deyir? Əbob 33 B bərabərdir 11-ə. Uşaqlar, və deyir ki, əçob 33 B bərabərdir 165-ə. Uşaqlar, əçobla əbobun hasilinə istifadə edəcəm. Biz dedik, əçobla əbobun hasilini nəyə bərabərdir? A vurulsun B-yə, düzdürmü? Onda A-la B-nin hasili 33 vurulsun B bərabərdir nəyə? Bu əçobla əbobun hasilinə bərabərdir dedikmi? Problem yoxdur. A vur B bərabərdir. Əçobun qiyməti vurulsun əbobun qiyməti. Əçob vur əbob bərabərdir A vur B. Uşaqlar, burada vurmadırsa B bərabərdir. Mən B-ni tapmalıyam, düzdür. Vurmadırsa bu keçəndə nə olurdu? Böl. Böl yazıb işləyəcəm. Böl 33. İxtisardan istifadə edəcəm. Sürətlə məxrəcdə böləm 11-ə. 11-ə böləndə 1,
11'ə böləndə 3. 165'i böləndə 3'ə neçə edir uşaqlar? 55. İfadənin qiyməti edir 55. Demək ki, növbəti ədədimiz B-miz nəyə bərabər imiş? 55'ə bərabər imiş. Hər birində əçov və əbəbdən 42 vurulsun D bərabərdir 14 vurulsun 210'dan istifadə edib yaza bilərsiniz. 11-ci sual. 11-ci sualda bizə nə deyir? On bir 24 vurulsun 48 bölünsün əçov 24 48 üzərinə gəlinsin 72 vurulsun 18 bölünsün əbob 18 72. Uşaqlar, baxın. 24 vurulsun 48'in yerinə. Mən yaza bilərəmmi? Bax, yuxarıda yazıram. Əçov 24 48. Vur əbob 24 48 yazmaq olar. Düz deyirəm. Çünki əçov vurulsun əbob nə idi? A vurulsun B demək deyildi. Niyə bunu belə yazıram? Çünki məxrəcdə bunun əçobu verilib. İxtisar aparacağım sadə bir ifadə almaq üçün. Əçov 24 48. Aha. Həmçinin bunun yuxarısında əçov 72 18 vurulsun əbob 72 18 yazmaq olar. Bu əçovla əçov getdi. Qaldı mı bunun əbobu? Əbob 24 48. Bu da uşaqlar əçov, əbob. Eyni şey. Əbob. Əboblar getdi. Qaldı mı əçobu? Bunun ya qaldı əbob 24 48. Plus. Bunun qaldı əçob 72 18. Uşaqlar, sadə bir ifadəyə çatdım. Bunun əçobunu hesablayıram. Əbobun hesablayıram. Bunu da əçobun. Uşaqlar, baxın. Biz keçən səfər demişdik. Biri digərinin bölənidirsə, əbob kiçiyinə, əçob böyüyünə bərabərdir. Baxın uşaqlar, 48'i mən 24'ə bölə bilirəm. Düzdürmü? 48 böl 24 neçədir? 2 dəfə. Bölünürsə, deməli, əbob nəyə bərabərdir? Kiçiyinə. Yəni 24'ə. Bunu elə bir yaxçı kimi bir yaxda işləyə bilərdim. Heç nə olmaz. Əçob nəyə bərabərdir? Biri digərinə bölünə bilən ədəddir. Böyüyünə 72 yazıram, qurtarır. Uşaqlar, ifadənin qiymətini təyin edirəm. 96. Aydın da yoldaşlar hansı formada təyin elədik? Bunu uşaqlar bir yaxda eləyə bilərdim başda. Deyərdim ki, əçob biri digərinin bölənidirsə, əçob nədir? 48. Avtomatik yazardım 48. Bir çətin yolla getdim. Heç nə olmaz. Bir digərinin böləndirsə əbob nədir? 18. 24 72. Cəmi tapıram neçəyə bərabərdir? 96'ya. Aydındır uşaqlar. Bu formada təyin olunur. Yönlü uşaqlar 12-ci sualda da. Biri digərinin böləni olduğu üçün əçobu böyüyü götürürsünüz 60. Əbobu da kiçiyi götürürsünüz 15 yazıb bölüb qiyməti təyin edirsiniz. Bu formada təyin olunur. Növbəti dərsimizdə səhifə 23 keçsin. Sağ olun yoldaşlar.